Sosial şəbəkələrdə dəfələrlə paylaşılan xidməti avtomobilləri ilə sürət həddini aşan dövlət məmurlarının ən başlıca rayon icra başçıları Azərbaycan Respublikasının yol hərəkəti haqqında qanunlarına hörmətsiz yanaşmalarını birmənalı sayğısızlıq hesab etmək olar. Belə ki, bu dəfə həvəskar tərəfindən çəkilən Reportör TV-yə göndərilən videorolikdə Zərdab rayonunun icra başçısı Lütfəli Babayevin xidməti avtomobili saatda 90 km olacaq yolda yol hərəkəti qanunlarını kobud şəkildə pozaraq saatda 190 km ilə hərəkət edir. Bu kimi negativ halların aradan qaldırılması dövlət yol polisinin çox güman ki, gücü iqtidarında deyil. Yolda dövlət yol polis əməkdaşları bilərəkdən icra başçılarının xidməti avtomobillərinin yol hərəkəti haqqında qanunu pozuntularına göz yumur. Hansı səbəbdən? Bu mövzuya yenidən qayıdacaq. Reportör TV üçün Cavid Zavadzadə.